Doldum ya, soyuqdan gedək. Hə, gedək bir dənə bu patpesi sildə qardaşım. Hə. Ay sala. Bəsdir. Al, gedək. Qardaşım, mənim sənə qədər borcum var idi. Sən mənə 20 maddə kesin dəfə götürdün. 20 manat, buyur. Hə, çox sağ ol, minnətdaram. Təşəkkür edirəm. Hə, gör nə deyirəm? Yemək ye, bəlkə soyuq da var. Sən ağzından da ölürəm. Gəl gedək, gəl aparım səni. Gəl. Gedək. Gör nə deyirəm? Sən bəyə xardan götürmüşdüm mən. Şeydən də məhəllədə zibilin yanından. Nə olub ki? Qardaşım, gözündə nəsə var, sil. Nədir? Getdi. Hə. Bu gün mənə yolda bir nəfər yaxınlaşdı. O mənim şüşəmi silib, məndən 1 manat pul istədi və mən ona bunun qarşılığında 20 manat pul verdim. O mənə qarnının çox ac olduğunu və havanın çox soyuq olduğunu dedim. Mən ona yemək yeməyə təklif etdim. O sevinə gəldi, əyləşdi maşına. Mən ondan harda yaşadığını soruşdum. Məhəllədə zibilin yanından. Və bunu orada ağlamaq tutdu. Əziz dostlar, bacardığınız qədər hamıya yardım edin. Qəmlə kədərlə sirdaş oldum, onun ağlardaş oldum. Qəmlə kədərlə sirdaş oldum.